Salam uşaqlar. Deməli, sizə ev tapşırığı verdiyim Vahid Mustafayevdən quiz 1-in izahını verəcəm. Buradan deyir Y tapın. Tənasübdür də uşaqlar. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Buradan da alaram ki, uşaqlar, baxın 4-ü 25-ə vuranda 100, 100-dən 10 ixtisar gedir. Deməli, Y deyiləcək 10. A-nı 4 dəfə azaldıb uşaqlar. Bilirik ki, kəsirin qiyməti sürətlə düzmü tənasibdir. Burada əmsalın heç bir rolu yoxdur. Ona görə 4 düşəcək aşağı. B-ni 3 dəfə artırsaq, məxrəclə tərs mütənasibdir. Yəni, məxrəc artanda kəsirin qiyməti azalır, azalanda artır. 3 dəfə artdığına görə elə məxrəcdə qalacaq. Yəni, məxrəcdəki ifadə olacaq A bölünsün 12B. Yəni, təbii ki, 12 dəfə nə olacaq? Azalacaq. Bu nisbətdə 3 hissəyə bölünüb, böyük hissənin 3 müslünü tapın. Yəni, uşaqlar 2K üzərinə gəlsin 5K, üzərinə gəlsin 8K bərabərdir 150-yə. Alacam ki, 15K bərabərdir 150-yə, K deyiləcək 10. İndi böyük ədədimiz 8 mislidir. 8-ə vuracam ona 80, 10 da 3 misli, uşaqlar eləyəcək 240. Bu sual bayaqki sualdandır. Mən sizə bayaqların bir sınağın izahını verdim. Bu nisbətlərdə bölünübsə uşaqlar, A-mız olacaq 2K, B-miz 3K, C də olacaq 5K. Cəmi eləyəcək 10K bərabərdir 30-a, K eləyəcək 3. Onda belə çıxır ki, A 6-dır uşaqlar, B 9-dur, 3 misilləri, C də olacaq 15. İndi bunların hasili də neçə eləyəcəksə odur. 150-ni 9-a vuranda düz hesabladıq. Biz burada bir dənə baxaq. 10K'mız 3, 15, 9, 6. Gəlin hesablayalım. 6 vur 9 vur 15. Həm, 810. Sonra nömrə 5-ə baxırıq. Ət bişirildikdə öz çəkisinin 45%-ni itirir. 45%-ni itirirsə, uşaqlar, deməli neçə faiz qalır? Bişmiş ət. Bişmiş ət olacaq 55%. 20 kiloqram təzə ətdən neçə kiloqram bişmiş ət alınır? Uşaqlar, bişmiş ət axı 55%-dir, düzdürmü? Yəni 20-nin neçə faizini tapacağam? 55%-in. Vuracam 55-ə, böləcəm 100-ə. Qutardı getdi. 110-u da böləcəm ona, yəni 11 kiloqram. Şagird kitabın 60 səhifəsini oxudu. Oxunmuş hissə kitabın 40% olarsa, yəni bu 60 səhifə 40%-ə uyğundur. Başa düşürsünüz? Yəni 60 səhifəsi 40% olarsa, kitab neçə səhifədir? Yəni 100%-i görəsən nə qədər olacaq? X. 60-ı vuracaqsınız 100-ə, böləcəksiniz 40-a. 0 gedir, 100-ü 4-ə bölürəm 25, 25-i də 6-ya vuranda 150. Meyvə qurudulduqda öz çəkisinin 80%-ni itirir. Deməli, quru meyvə olacaq 20%. 64 kiloqram quru meyvə almaq üçün, yəni 20%-i olsun 64. Çünki deyir 64 kiloqram quru meyvə al, olsun 20%. Nə qədər təzə meyvə götürmək lazımdır? Yəni 100%-i görəsən nə qədər olsun? X. Hə, düz mütənasiblə tapanda 20x bərabərdir 64 vurulsun 100. Bununla bu gedir 5, 64-ü 5-ə vuranda uşaqlar eləyəcək 320. Bu sualda baxın, praktiki yolunu demişəm mən sizə. Uzunluğunu bu ne düzəlmədi belə. Hə. Uzunluğunu 30% azaldıram, 100-dən çıxıram 30, o eləcək 70%. Əvvəlcə kəməkləri qeyd eləyək. N-ni 30% artırdıqda 100-ün üzərinə 30 gəlirəm, olacaq 130. Sahə neçə faiz azalar? Baxın, praktiki yolu nədir? N uzunluğuna vurub 100-ə bölürsünüz. 130 vuraq 70 bölünsün 100. Bu eləyəcək 91%. Yəni 100%-dən gəldi düşdü 91%-ə. Necə dəyişdi uşaqlar? 9% azaldı. 350 ədədini nə qədər artırmaq lazımdır ki, onun 42%-i 210 olsun. Yəni uşaqlar 42%-i 210 olsun. 100% də olsun X. Necə yazacaqsınız uşaqlar? 100-ü vuracaqsınız 210-a, bərabər də 42 vuraq X-a. Bununla bu ixtisar gedir, eləyir 5, 100-ü də 5-ə vuranda 500. Deməli, deyir 350-nin üzərinə nə gəlmək lazımdır ki, 500 eləsin. Yəni 500-dən çıxacaqsınız 350, eləyəcək 150. Keçək 10-cu suala. Malın qiyməti 15% azaldı. Hər bir şey 100%-dir. 100-dən çıxacaqsınız 15-i. Eləcək 85%.
Bundan sonra malın qiymətini neçə faiz qaldırmaq lazımdır ki, yəni bu 85-i neçəyə vurub 100-ə bölmək lazımdır ki, onun için qiyməti alınsın, yəni olsun 100%. Bu da 5'ə böləndə 17, bunu 5'ə böləndə 20. 17 x bərabərdir 20'ni ona vuranda 2000'ə. X-də tapmaq üçün 2000'i böləcəksiniz 17'yə. 20'də 17 bir dəfə, 30'da 17 də bir dəfə, 130'da da 17 7 dəfə yerləşir ya da 49 4 yadda, yerləşir. 9 yazıram 4 yadda, bu da deyəcək 11. Ondan 9 çıxıram 1 11. Yəni alacağım ki 117 tam 17'də 11. İndi neçə faiz deyə qaldırmaq lazımdır. Aldığımız cavabdan da uşaqlar 100% çıxmalıyıq. Bu da eləyəcək 17 tam 17'də 11. Yəni düzgün cavab A variantıdır. 11-ci suala baxırsınız. Qəşəng suallardır. Əmtənin qiyməti əvvəlcə 8% artdı. Olacaq yeni qiymət 108%. Sonra 10% azaltdı. Ta 108'den 10 çıxmırsınız. Müəyyən bir zaman keçib 100'den 10 çıxırsınız 90%. Yəni sizdən 108'in 90%'nizi tapmağınızı istəyir. 108'i vuracaqsınız 90'a, böləcəksiniz 100'ə. Bu da eləyəcək 972'ni ona böləndə 97,2. Yəni əmtə 100%'dən düşüb 97,2'yə. Necə dəyişdi deyir? Yəni 100'dən dəyişimi tapmaq üçün 100%'dən 97,2'ni çıxıram. Bu da eləyəcək 2,8% ucuzlaşdı. Sinifdə 25 şagird oxuyur. Onların 40%'i qızdır. 25 şagird var. Qız, oğlan. 40%'i qızdır. Yəni 25'i vuraram 40'a, bölərəm 100'ə. Deməli 10 nəfər qızdır uşaqlar. 15 də oğlandı. Qeyd edirsiniz. Sinifə bir neçə qız da qəbul olundu. Yəni bir neçə nəfər qız qəbul olundu. Ondan sonra qızların sayı, yəni ki 10 plus x bütün sinifin, axı bütün sinifə də x qəbul olunub. 25 plus x neçə faiz? 50%. Yəni %50'si. Bu da eləyəcək 2'də 1'i. Çalım çarpaz vurursunuz uşaqlar. 20 plus 2x bərabərdir 25 plus x-a. X da bərabərdir 5'ə. Sinifə neçə qız qəbul olundu? 5 qız qəbul olundu. Neçə dənə sualdır bu? Ay, hələ var. 13-cü sual. Birinci qabda duzluluğu olan 20% olan 30 litr. İkinci qabda isə bu birinci qabımdır. Bu ikinci qabımdır. Bu 30 litrdir. Bu isə 20 litrdir. Bunda duzluluq 20%'dir. Bunda 30%'dir. İndi gəlin duzun miqdarını tapaq. Yenə necəm? 30'u vuracağım 20'yə, böləcəm 100'ə. Sıfırlar gedir, eləyir 6. Bunda 6 qram, bunda da elə 6 qram eləyəcək. Bu məhlulları bir qaba töküb qarışdırdım. Tökdüm, bir qabda alındı. Deməli 6 ilə 6'yı toplayacağım 12 qram, 30 ilə 20'ni toplayacağım 50 qram. Deyir, alınan məhlulun duzluluğu neçə faizdir? Yəni maddəmiz 12'dir, 12'ni böləcəm uşaqlar 50'yə, vuracağım 100'ə. 12'ni də 2'yə vuranda eləyəcək 24%. Başa düşdünüz? Keçək 14-cü suala. Dairəvi diaqramda maşın dillərində 2017-ci ildə satılmış maşınların faizlə miqdarı verilmişdir. Əgər 52% sedandırsa, bunların üçün cəmi olacaq 48%. Çünki hər bir şey 100% daxı. Dillərdə satılan sedan tipli maşınların sayı digər maşınların sayından 48 ədəd çox olarsa. 40 ədəd çox olarsa uşaqlar. Yəni nə deyir burada? Sedan bunlardan 40 ədəd çoxdur. Bu 52%-dir, bunlar 48%-dir. Aralarındakı faiz fərqi nədir? 4%-dir. Deməli uşaqlar 52%-dən çıxaram 4%-i, 48%-i eləyər 4%. 4% bunların arasındakı fərqdir. Həmin o 44%-ə uyğundur. Başa düşdünüz? İndi deyir ki, neçə Touring tipli maşın satılmışdır. Touring də 12%-dir. Görəsən 12% nə qədər olacaq? X. 12'ni vuracaqsınız 40'a, böləcəksiniz 4'ə. 3'ü də 40'a vuranda eləyəcək 120. İndi buradan uşaqlar B ilə D-nin cəmi, ümumiyyətlə bu bir qaydadır uşaqlar. Baxın B ilə D-nin cəmi 2'dir.
A ilə C-nin cəmi də 3-dür. Burada cavab olacaq 3-də 2. Bu bir qaydadır, tənasübün qaydasıdır. Sonra 30 qram 40% duz məhlulu ilə bunu yenə qarışdırıblar uşaqlar. Qablar üsulü ilə getsək, bu 30 qramdır, bu 20 qramdır, bu 40%lidir, bu da 20%lidir. Əvvəlcə 30-u vuracam 40-a, böləcəm 100-ə. Burada 12 qramdır. 20-ni vuracam 20-yə, böləcəm 100-ə. Burada da 4 qramdır. Bunları qarışdıranda burada olacaq 16 qram. Burada da məhlul da olacaq 50 qram. İndi bizim ana düsturumuz nə idi uşaqlar? Maddə bölək məhlul vurulsun 100%. Düzdürmü? Maddə bölək məhlul vuraq 100%. Maddəmiz 16 qramdır. Qarışandan sonra məhlul 50-dir, vurulsun 100. Bu dərəcə təbii ki 32%. 60% gəlirlə banka qoyulan hansı məbləğ bir ildən sonra 1328 manat olar? Sadə faiz artımı düsturdu bu. S-imiz, yəni son qiymətimiz 1328-dir. S0-ı bilmirəm. P-miz 60%-dir. N-imiz də 1-dir. S bərabərdir. S0 vurulsun, 1 üstə gəlsin. P-in bölünsün 100 düsturu. Deməli, S0-ı bilmirəm. 1 üstə gəlinsin. 60 vurulsun. Neçə il müddətində? 1 il müddətində. 60 vurulsun, 1 bölünsün 100. Bərabər olacaq neçəyə? 1328-ə. Yəni, 1 üstə gəlsin %60. Yəni, 100 üstə gəlsin 60. Bölünsün 100. Vurulsun S0 bərabərdir 1328-ə. Burada da elə bir ki, burada S0-ı tapmaq istəyiriksə 1328-i 100-ə vurub 160-a bölmək lazımdır. Bununla bu getdi. 1328 bölünsün 16 vurulsun 10 təbii ki 830. 830 manatla. Ümumiyyətlə heç bu düstura da ehtiyac yox idi. Prosto da, yəni düsturu göstərmək üçün dedim. 160%-i 1328 olan ədədə tapa bilərdiniz. 160%-i 1328-dirsə 100% nə olacaq? X. Bir də yaza bilərsiniz. Sadəcə düsturu göstərdim uşaqlar. Sonra deyir bu ifadəsinin qiymətini tap. Vurub açsam x, y üstə gəlsin x setdir. Baxıram ki, tənasübə görə x, y-imiz 12-dir. X setimiz də, baxın, yəni x bölünsün 4 bərabərdir 1 bölünsün z kimi baxsam, x setim də 4-dür. 12 ilə də 4-ü toplayanda 16. Avtomobil 220 km məsafə getmək üçün 18 litr yanacaq işlədəcək. Yəni 225 kilometrə 18 litr işlədəcək. Eyni sürətlə 100 kilometr məsafədə nə qədər olacaq? Sürətimiz sabit qalıb, problem deyil. Ona görə çox kilometr yola çox benzin, az kilometr yola az benzin. Düz mütənasibdir. Yəni 225 vuraq x bərabərdir 100 vurulsun 18. X-də tapanda 100-ü 18-ə vurub 225-ə bölmək lazımdır. İndi burada qoy mən tez bazar hesablayayım, amma siz çalışın özünüz ixtisarla hesablayın. Vuraq 18 bölək 225. Bu deyəcək 8. 20-ci sual sonuncu sualdır. Nəhayət sonuna gəldik şükür. Əlhəmdülillah. A ədədi B-nin 30%. Bu əslində düsturdur. Prosta göstərim də sizə. A ədədi B-nin 30%-nə bərabərdir. Yəni A bölü B bərabərdir %30. Və yaxud da ki, B də yaza bilərsiniz. A bərabərdir B vurulsun 30 bölünsün 100. Yəni 100A bərabərdir 30B-yə. Həqiqətən yəni A bölünsün B bərabərdir %30. Gördünüz, göstərdim çarpım çarpaz. Yəni ki, uşaqlar, bu niyə silinmir? Yəni ki, A bölü B bərabərdir %30-a, yəni 10-da 3-ə. İndi sizə göstərəcəm. A 3K, B 10K. B isə C-nin 40%-nə bərabərdir. B bölü C bərabərdir %40.
Yəni 10'da 4, 5'də 2. Əgər B-yə mən 2K, C-yə 5K desəm, burada B 10K-dır, burada 2K-dır. 2-ni 10'a gətirmək üçün buralı 5'ə vuracağım. Onda B olacaq 10K, C olacaq 25K, A da olacaq 3K. İndi deyir A ədədi C-nin neçə faizdir? Yəni A böl C vurulsun 100% istəyir. Yəni 3 bölünsün 25 vurulsun 100. Bununla bu gedir 4, 3'ü 4'ə vuranda 12. Bunun bir həlli budur. Digər həlli də bu tip suallarda 3 dənə dəyişən varsa A, B, C dəyişəni. Əgər A, B-nin bu faizidirsə, B, C-nin bu faizidirsə və sizdən A-nın C-nin neçə faizini təşkil olunduğunu istəyirsə, birbaşa yaza bilərsiniz. 30 vurulsun 40 bölünsün 100. Bu da eləyəcək 12. Sadəcə sübut eləməkdən ötürü uşaqlar sizə mən onu göstərdim. Başa düşdünüz? Yəqin ki, anlaşılı olmuşdur. Anlaşıqlı.